Bəli, əziz izləyicilər, qısa fasilənin ardınca qaldığımız yerdən davam edirik. İkinci bölməmizin mövzusu Ukrayna mövzusu ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsinin taleyini, gedişatını müəyyən qədər dəyişəcək proseslərin baş verməsi ilə, addımların atılması ilə bağlıdır. Dünən də müəyyən məqamları müzakirə etmiş olduq. Məsələn, Ukrayna ilə Fransa arasında hərbi əməkdaşlığa dair sazişin imzalanmasını, bu sazişin indiki vaxtda imzalanması Ukrayna üçün nələr vəd edir, müəyyən suallar var bu yöndə və məhz bu prosesin ardınca Zelenski Türkiyəyə səfər edəcəyini və Erdoğanla görüş edəcəyini dilə gətirib, belə bir zamanlamanın seçilməsi də düşünürəm ki, təsadüfi deyil və bütün bunların ötəsində günlərdir ki, toxunduğumuz məsələ Amerika Birləşmiş Ştatlarından indiyə qədər müəyyən qədər Rusiyaya yönəlib bəlkə yumuşaq bir ritorika səslənirdirsə, həyata keçirilirdirsə, indi qəfil bu ritorikanın tam kəskinləşməsi, nəinki Rusiya, hətta onun müttəfiqlərinə də sanksiyaların tətbiq olunması demək olar ki, Ukraynanın bu vəziyyətdən çıxara biləcək addımlar kimi görünür. Amma nə dərəcədə işə yarardı və yaxud da səmimi də elə bu suallarla studiyamızın qonağı millət vəkili Azər Allahveranovla müzakirə aparacaq. Azər bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Axşamınız xeyir, axşamınız xeyir, Zeliha xanım. Azər bəy, necə dəyərləndirirsiniz? Birdən-birə müəyyən pozitiv qiymətləndirə biləcəyimiz hadisələr baş verdi. Elə birinci başlayaq, Parisin silah sürsatı dəstəyindən hərbi əməkdaşlığa dair hərbi saziş ümumiyyətlə imzalanıb. Nələr vəd edə bilər, nələr qazandıra bilər Ukraynaya? Pozitiv silaha dair sazişin imzalanmasını deyirsiniz siz? Bəli, yəni ötən gün Zelenski ilə Makron bu barədə anlaşıblar. Həmin müqavilələri nəzərdə tuturam. Bəli, elə bir saziş imzalanıbdır. Məsələ bundadır ki, ümumiyyətlə istənilən kontekstdə məsələyə yanaşsaq, biz görürük ki, Rusiya-Ukrayna müharibəsi demək olmaz ki, hansısa bir dalana dirənib. Ona görə ki, burada bəllidir ki, az da olsa Rusiya müəyyən bir uğur qazanmaqdadır və az da olsa hansısa bir əraziləri öz nəzarətində saxlamaq iqtidarındadır və belə bir istehkam müharibəsi deyə, pozisiya, mövqeyi bir döyüşləri deyə, yəni bu bütün cəbhə boyu davam eləməkdədir. Amma bəllidir ki, bu vəziyyətdən çıxış yolunu bəzi siyasi dairələr, xüsusilə də Avropanın, Mərkəzi və Qərbi Avropa ölkələrinin rəhbərliyi, siyasi rəhbərliyi aşağı yuxarı bunu vəziyyəti bir növ Ukraynanın xeyrinə dəyişəcək üçün hansısa bir addımların atılmasını vacib sayırlar və Ukrayna ilə Fransa arasında silah sazişinə dair imzalanmış silah təchizatı deyək buna, imzalanmış bəyannamə real olaraq şübhəsiz ki, Ukraynanın müəyyən mənada hərbi potensialını artıra biləcək bir sənəddir. Nəyə görə? Çünki bu sənədə görə birincisi sənədin müddəti 10 illikdir. Yəni bunu birincisi nəzərimizdə saxlayaq və bu 10 illik müddət ərzində təqribən 100 Rafale deməli modelli olan qırıcı təyyarələrin Fransa tərəfindən Ukraynaya satılması, eyni zamanda SMAPT deyilən bir zenit raket kompleksləri var, onun yenilənmiş, indi köhnə versiyaları var, bir divizyon şəklində Ukrayna ərazisində fəaliyyət göstərir, amma yenilənmiş, yəni indi hal-hazırda sınaqdan keçən modifikasiya olunmuş versiyaları var. Ona dair razılaşmalar var. Sonra orada səhv etmirəmsə dron əleyhinə deməli silahların və eyni zamanda dronların, yeni modelli dronların həmin o saziş üzərindən deməli Ukraynaya satılması nəzərdə tutulan bir razılıq da var. Digər tərəfdən də bir məsələni də yaddan çıxartmıyor. Eyni zamanda Fransanın ərazisində mən o hərbi bazanı unutmuşum, Valkuverdir, yoxsa hansı hərbi bazadır. Orada konkret olaraq təlimlər də keçirilir Ukraynadan olan hərbçiləri və eyni zamanda orada müəyyən bir sayda canlı qüvvə mümkün hərbi müdaxilə üçün hazırlanır. Ən azından təlimlər bunun üzərindən aparılmaqdadır və hətta Zelenski səhv eləmirəmsə həmin bazaya da səfər etmişdi, tanış olmuşdu orada deməli təşkil olunan deməli tədris proqramı ilə. İstənilən halda bu göstərir ki, bəli, Fransa Ukraynaya silah satışını həyata keçirməklə
bir neçə özünün vacib olan geostrateji məqsədlərini bir növ təmin etmiş olur və əgər vaxtımız varsa mən onu çox qısaca olaraq o məqsədlər üzərində bilərəm. Birincisi təbii ki, Ukrayna üçün bu çox vacib bir addımdır. İndi siz bir qədər əvvəl pozitiv xəbər kimi bunu dəyərləndirdiniz, amma təbii ki, Ukraynanın müdafiə sisteminin, müdafiə və təhlükəsizlik sisteminin effektiv şəkildə qurulması üçün həmin qırıcı təyyarələrə ehtiyac var və ondan da bir qədər əvvəl digər bir ölkə ilə təyyarələrin alışına dair Ukrayna saziş imzalamışdı. İndi xatırlasam, indi onu da mən deyərəmsə, orada da hardasa aşağı yuxarı 100-150 təyyarədən söhbət gedir. Bu göstərir ki, bəli, ölkənin aviasiya parkı çox ciddi şəkildə dəyişməkdədir. Və nəticə etibarilə bəli, bu ölkənin təhlükəsizlik sistemini kifayət qədər gücləndirə biləcək bir elementdir. Bu məsələnin bir tərəfi. Digər bir tərəfi də Fransa Avropa Birliyi müstəvisində və bütövlükdə Avropanın təhlükəsizliyinin təmin olunması məsələlərində kifayət qədər fəal olmağa çalışır və sanki Avropaya və Avropa ictimaiyyətinə özünün Avropanın gələcəyinə zəmanət verə biləcək, sırf təhlükəsizlik nöqteyi nəzərindən zəmanətdir bu nöqteyi nəzərdən. Yəni, bu iş yerləridir, yeni texnologiyalardır və digər məsələlər. Yəni, bir tərəfdən öz daxili auditoriyasını hesablamış çox vacib bir mesajlar verir. Digər bir tərəfdən də Avropa üçün, yəni, mən Ukraynanın təhlükəsizliyinə zəmanət verən tərəf qismində çıxış edərək, həm də Avropanın təhlükəsizliyinə bir növ töhfə vermiş oluram. Bax, belə bir imic formalaşdırmağa çalışır. Bəlkə də ola bilsin sətr altı eyni zamanda bir mesaj da ötürür ki, yəni Avropa Birliyi mütləq deyil ki, həmişə ABŞ-dan bir asılı vəziyyətdə qalmış olsun. Çünki Avropa Birliyinin özünün imkanları çatar ki, öz təhlükəsizliyini bir növ təmin etmiş olsun. Amma istənilən halda bu bir eskalasiyaya gətirib çıxarına biləcək bir məsələdir. Bu bir tərəfdən. Amma digər tərəfdən də bəlli məsələdir ki, cəbhə bölgəsində bir balansı yaratmağa hesablanmış bir növ addım ola bilər. Siz səhv eləmirəmsə qeyd elədiniz Zelenskinin Türkiyə səfəri məsələsi. Elə bu barədə xüsusi sual vermək istəyirdim sizə, Azər bəy. Yeri gəlmişkən elə onu da qeyd edeyim ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Türkiyədə 19 noyabr tarixində tərəflər arasında bir təmas gözlənilirdi və o görüşdə Rusiya tərəfi, Rusiya prezidenti Putin iştirak etməyəcək. Məsələ bundadır ki, şübhəsiz Putinin iştirak etməsi bu vacib bir mesaj ola bilərdi. Amma nəzərə alsaq ki, Putin nə zaman bir növ o meydana çıxır, yəni bu mövzuda. Maraqlıdır ki, nə Putin, nə də ümumiyyətlə Rusiya tərəfindən hər hansı bir nümayəndə iştirak etməyəcək deyə bildirib. Bu nə deməkdir? Bu deməkdir ki, Rusiya tərəfi özünün diplomatik kanalları vasitəsilə, xüsusilə də ABŞ istiqamətində olan həmən diplomatik kanallar vasitəsilə görüşlərin keçirilməsi və müzakirələrin aparılması ilə bağlı fikir bildirmiş və nəticə etibarilə masa üzərində yalnız özünün şərtlərinin təmin olunduğu təqdirdə hansısa bir addım atacağını qeyd eləmişdir. Amma siz fikir verin, Fransa və ya Avropa Birliyi ilə Rusiya arasında bu təmaslar görünməz bir şəkildə hansısa arxa planda, kuluarlar səviyyəsində ola bilsin ki, bəlkə də aparılmaqdadır. Yəni buna dair informasiyalar yalnız bir konspiroloji bir xarakter daşıyır. Bəzi mənbələr bunu deyir, bəziləri inkar edir. Amma Türkiyə məsələsinə gəldikdə biz bilirik ki, Türkiyə-Rusiya əlaqələri üzərindən bu kommunikasiya mövcuddur. Türkiyə-ABŞ, Türkiyə-Ukrayna. Yəni biz görürük ki, istənilən halda Türkiyə bax bu dialoqun aparılması baxımından kifayət qədər mühüm əhəmiyyətə malik olan və bu rıçaqları hələ ki öz əlində saxlayan bir dövlət qismində özünü göstərməkdədir və bu da başa düşüləndir. Çünki Fransa, misal üçün, bir militarist bir siyasət yürüdürsə silah təchizatı məsələlərində və ya təhlükəsizlik və müdafiə sisteminin qurulması məsələlərində Türkiyə bu qismdə çıxış eləmir və Fransanın bu hərəkətləri müəyyən eskalasiya gətirib çıxarda bilərsə və bəlkə də ola bilsin ki, Rusiyanın hansısa bir məsələlərdə açıq-aşkar müdaxiləsi və ya
səfərbərliyin daha da geniş şəkildə aparılması, əlavə resursların cəlb olunması döyüş meydanını bununla nəticələnə bilərsə, Türkiyənin tutduğu mövqe burada tamamilə fərqlidir. Türkiyə danışıqlar masasını hər zaman açıq saxlamaqda maraqlıdır. Bir platforma qurubdur, bu platforma üzərinə təmaslar var. Zelenski ilə olan bugünkü təmaslar eyni zamanda Zelenski tərəfindən veriləcək mesajların həm Rusiya, həm də ABŞ-a çatdırılması nöqteyi nəzərindən vacib sayıla bilər. Çünki bəlli məsələdir ki, əgər Zelenski Türkiyə səfər edirsə, bir mənalı şəkildə demək olar ki, bu səfərin konkret olaraq məqsədi həmin o diyaloqun müəyyən mənada aparılması və ya davam etdirilməsi ilə bağlıdır. Çünki bəlli məsələdir ki, əgər Emmanuel Macron deyirsə ki, müharibə 2027-ci ilə qədər bitəcəkdir və bunu əminliklə dilə gətirir. Və sual yaranır, nə üçün 2027-ci il? 2027-ci ildə həm də Fransada seçkilərdir. Və ola bilər ki, Emmanuel Macron özünün bu formada hərbi dəstək nümayiş etdirməklə balansı Ukrayna xeyrinə dəyişib və Rusiyanı da masa ətrafına gətirmək istəyirsə ki, yəni bu da sadəcə olaraq bir niyyət ola bilər. Bu da bir qədər inandırıcı görsənmir. Çünki qeyd edildiyim kimi, istənilən eskalasiya bu əlavə fəlakətlər döyüş meydanında yeni vüsət alacaq geniş miqyaslı əməliyyat tədbirləri və digər məsələlər istənilən halda bu sülhə ziyan gətirə biləcək bir addım kimi dəyərləndirilə bilər. Amma balansın gözlənilməsi, balansı Ukrayna xeyrinə dəyişmək ehtimalları nə qədərdir? Əgər Ukraynanın havada müdafiə sistemləri çox çevik şəkildə istənilən müdaxilənin qarşısını ala biləcəksə bir tərəfdən, digər bir tərəfdən də Ukraynanın hərbi potensialı artırmaqla yanaşı həm də öz torpaqlarını azad etməyə müvəffəq olarsa, ən azından bunun bir başlanğıcı başlasa, təbii bax belə olduğu təqdirdə balans dəyişə bilər. Amma Rusiyanın da gözlənilməz addımları burada təbii ki nəzərə alınmalıdır. Gözləniləndir, bəli. Çünki Rusiya arsenalında olan bütün silah növü və ya bütün taktiki gedişlərindən istifadə etmir. Hətta yadınıza düşürsə, məsəl üçün nüvə silahından istifadə məsələsinə gəldikdə belə Rusiya zamanında bunun taktiki nüvə silahından danışır. Yəni strateji nüvə silahından danışmırdı. Amma yenə də görsənən odur ki... Amma 21-ci əsrdə strateji nüvə silahından istifadədən danışmaq nə dərəcədə real ola bilər? Yox, təsdiqən. Yəni Rusiyada elə başlar var ki, hərdən bu barədə də danışırlar. Və hətta yadınıza düşürsə, müəyyən o təbliğatçı blogerlər var. Onlar hətta Avropanı da belə hədəf olaraq göstərirlər. Yadınızdadırsa, Londonun vurulması məsələsini də dilə gətirmişlər və digər məsələlər. Yəni belə başlar var, təəssüflər olsun. Amma indi inanırıq ki, yəni ümumiyyətlə nüvə silahından istifadə məsələsi ümumiyyətlə müzakirəyə çıxıb, belə dedi, ən azından müzakirəyə çıxarmaqla yox, ümumiyyətlə buna toxunulmayacaq. Sadəcə olaraq ən son həddə Rusiya bir gözlənilməz həmlələr edə bilər. Amma ki, Ankara üzərindən olan təmaslara biz diqqət yetirdikdə, mən bir də o fikrimə qayıdıram. Bu, demək ki, Zelenski diyaloqun aparılmasında maraqlı olduğunu göstərməyə çalışır. Zelenskinin konkret olaraq şərtləri də var. Bu şərtləri də yəqin ki, rəsmi Ankara üzərindən aidiyyəti üzrə çatdırmaq niyyətindədir və mən heç təəccüb eləmərəm ki, elə bu görüşdən sonra da Rusiya rəsmisinin Ukraynaya səfəri, Türkiyə səfəri baş tutmuş olsun. Yəni bunu da istisna etmirəm. Bu demək ki, artıq burada müəyyən müzakirələr aparılır. Ola bilər ki, danışıqlar masasında hansısa bir korreksiyaların olması və digər. Ən azından əgər 2027-ci il hədəf olaraq göstərilirsə, deməli bu demək ki, kulvarlarda müəyyən ssenarilər var, yeri gəlmişkən onu deyim sizə. İndi Ramştaynin düzdür, toplantıları baş verməsə də belə, indi sonuncu Ramştayn səhv eləmirəmsə bir neçə ay bundan qabaq olmuşdu və yayda olmuşdu da səhv eləmirəmsə və nəticə etibarilə bu o deməkdir ki, hələlik ki NATO müstəvisində və ABŞ səviyyəsində həmin o açıq, aşkar və Ukraynanın nəinki işğaldan torpaqları azad etməyə müvəffəq ola biləcək bir güclü bir dövlət səviyyəsinə gətirməyə, hətta bir qədər də artıq regionda söz sahibinə çevrilməsi üçün hansısa bir addımların atılmadığının biz şahidiyik. Bu da ona xəbər verir ki, Avropada ümumiyyətlə istənilən halda Ukrayna mövzusu elə də bir mənalı
səfalı qarşılanmır. Bəzi ölkələrdə, misal üçün Almaniyanı götürək, Polşanı götürək, sonra səhv etmirəmsə Rumuniyada da, hətta Ukraynadan olan qaçqınlarla bağlı çox sərt fikirlər səsləndirilməkdədir cəmiyyətin özündə. Çünki adını çəkdiyiniz dövlətlər ən çox bu miqrasiya problemindən əziyyət çəkən dövlətlər olub. Axırına məruz qalıbdır və həmin dövlətlərin rəhbərləri də seçki qabağı kampaniyada bu kartdan həmişə istifadə ediblər. Əgər istifadə edirlərsə, bu deməkdir ki, artıq seçildikdən sonra belə hakim dairələrdə təmsil olunan siyasi güclər, onlar istər-istəməz bu mövzudan asılı bir vəziyyətdədir. Çünki cəmiyyətin bu mövzu üzərindən onlara təzyiqin göstərilməsi çox rahat şəkildə baş verə biləcək bir məsələdir. Ən azından hökuməti nədəsə ittiham eləmək və digər məsələlərdə. Ona görə də hökumət də bunu çox gözəl dərk edir ki, yəni mümkün məhdudiyyətləri tətbiq eləməklə özlərinin başı üzərində olacaq Damokl qılıncların sayını bir qədər də azaltmış olsunlar. Amma bir qədər yumuşaq güc elementi hardasa ola bilsin özünü büruzə verməkdə. Çünki bu miqrasiya axınları elədir ki, bəzi hallarda o yumuşaq güc kimi də istifadə oluna bilər. Amma aşağı-yuxarı hadisələrin gedişatı göstərir ki, Fransanın Ukrayna üzərində, Ukraynaya dəstək göstərməklə, Ukraynanın hərbi potensialını artırmaqla, onun əldə etmək istədiyi dividendlər daha çox Ukrayna ilə bağlı deyil. Bu Fransanın özü ilə bağlıdır. Emmanuel Macron'un özü ilə bağlıdır. Daxili auditoriya ilə bağlı olan məsələlərdir və Avropada Fransanın imicinin və reputasiyasının artırılmasına hesablanmış bir addımlardır. Təbii ki, iqtisadi potensial bu öz yerində, bu küllü miqdarda vəsaitdir və digər məsələlər. Amma burada daha çox siyasi mahiyyət kəsb edən kifayət qədər ciddi bir strateji hədəflər var. Fransa bu dəstəyi göstərməklə bu hədəflərə çatmaq istəyir. Amma bəlli məsələdir ki, bu tip münaqişələrin aradan qalxması, onların dayandırılması burada daha çox hərbi dəstək göstərmək üzərinə yox, daha çox dialoq üzərindən hansısa nəticələri əldə eləmək olar. İndi bəzi hallarda kimsə müəyyən konservasiyadan da danışır. Yəni münaqişənin dondurulması, danışıqların uzadılması, yəni hərbi. Amma bunda da maraqlı olmayan Rusiyada qüvvələr var ki, onlar bu hərb alətindən daha çevik şəkildə istifadə etməyə çalışırlar. Ən azından özlərinin müəyyən etdiyi məqsədlərə çatmaq üçün. Hərçənd ki, indi sabah bu gün 4 il olacaqdır. 2026-cı ilin fevral ayında. Demək olmaz ki, Rusiya çox ciddi hədəflərinə çatıbdır bu mövzu. Əksinə bəzi hallarda da biz mövqelərinin itirildiyini görürük. NATO'nun yaxınlaşması və digər məsələlər üzərindən. Bəli. Aydındır. Azər bəy çox ətraflı cavablandırdı suallarımızı. Minnətdarıq sizə həm də dəvətimizi qəbul etdiyiniz üçün. Sağ olun. Sağ olun. Sağ olun. Çox sağ olun.